Yəni etməli olduğumuz şeylər haqqında danışanda remember to do deyirik. Məsələn, he didn't remember to lock the door when he left. Evi tərk edərkən qapını bağladığını xatırlamırdı. Yəni əslində qapını bağlamalıdır da. Ona görə deyir ki remember to lock. Və yaxud da I must remember to pay the electricity bill. Mən elektrik fakturalarını deyir ödəməyi xatırlamalıyam. Bunu biz xatırlamalıyam bizim dildə çox da təbii səslənmir. Biz bunu antonimik tərcümə yolu ilə deyirik ki, yəni elektrik fakturalarını ödəməyi unutmamalıyam, düzdür? Amma sadəcə remember sözünü qeyd etmək üçün, yəni vurğulamaq üçün xatırlamalıyam. Amma remember doing istifadə edildiyi halda ne deməkdir? To recall ne deməkdir? Remember. To recall memories of actions or events that happened in the past. Keçmişdə baş verən hər hansı bir fəaliyyət, hadisə haqqında xatirələrinizi, yəni yada saldıqda biz istifadə edirik remember doing. Məsələn, I remember visiting this place as a child. Uşaq olarkən bu yeri ziyarət etdiyimi, yəni bu yeri baş çəkdiyimi xatırlayıram. Bu uşaqlığındakı bir hadisədən xatirələrini danışır və həmin yerə səyahət etməyi xatırlayır, səyahət etdiyini xatırlayır və o xatirələrini bildirmək üçün bu cümləni qurduğumuz halda biz deyirik ki, I remember visiting, not to visit. Remember to visit desəm, o digər mənaya gəlir ki, mütləq şəkildə sanki gedib baş çəkməlisən, yəni unutmamalısan baş çəkməyi. Axı remember to do-nun mənası we need to do, yəni etməli olduğumuz şeylərdir. Ona görə ikinci halda, yəni keçmişdəki hadisələri xatırladığımızı göstərmək üçün istifadə edirik remember visiting. Or məsələn, do you remember eating at this restaurant before? Yəni daha öncə bu restoranda yemək yediyini xatırlayırsanmı? Yemək yeməyi xatırlamaq, yəni keçmişdə ümumiyyətlə yemək yeyib və yaxud da yeməyib, peki xatırlayırsanmı? Burada sadəcə xatirələrini yadına düşdüyünü və yaxud da düşmədiyini göstərmək üçün istifadə edirik. Forget əslində eyni məntiqlə istifadə olunur. Məsələn, about forget to do. For example, talk about things we need to do but don't remember to do. Etməli olduğumuz şeylər haqqında, lakin etməyi unutduğumuz şeylər haqqında danışarkən biz forget to do deyirik. Məsələn, I think I forget to lock the door when we left. Biz evdən çıxarkən məncə qapını bağlamağı unutduq. Yəni qapını bağlamalıyıq əslində, yəni we need to do, amma xatırlamır. O da I think onu göstərir. I think, yəni xatırlamır. Bağladıysa bağlamadıq, amma bağlamalıyıq da. Bu formada istifadə olunur. Yəni etməli olduğumuz şey, amma bu dəfə xatırlamırıq edib etmədiyimizi. Amma bu həmişə bu kontekstdə istifadə olunur. Məsələn, burada da verilir. Deyirəm ki, don't forget to call when you finish. Nəysə bitirdiyində, tam ki, hansısa bir iş görür, tam ki, deyirəm testi edib bitirdiyində mənə zəng etməyi unutma. Yəni sanki bir göstəriş verir, unutma falan şey etməyi. O zaman deyirəm ki, don't forget to do something. Forget doing də eyni remember kimidir. Yəni to talk about things that happened in the past often used to talk about memories that we'll never forget. Yəni heç vaxt unutmayacağımız hadisələr, nə vaxt biz onu yəni keçmişdə yaşadığımız, heç vaxt unutmayacağımız hadisələrdən bəhs edərkən istifadə edilir. Yəni ki, məsələn, mən o günləri heç vaxt unutmayacağam. Yəni bu tip hadisələrdə istifadə olunur. Məsələn, I'll never forget swimming in this river for the first time. Bu çayda ilk dəfə üzdüyümü heç vaxt unutmayacağam. Yəni həmişə xatırlayacağam demək. Ona forget swimming deyirik. Burada nəyisə xatırlamalı olduğumuzdan biz danışmırıq. Məsələn, deyirəm ki, don't forget to turn off the light. Yəni işıqları söndürməyi unutma. Bunu mütləq etməliyik. Amma forget swimming yəni üzməyi unutmaq və ya unutmamaq bir məcburiyyət deyil də. Sadəcə üzdüyü həmin o fəaliyyəti, üzmə fəaliyyətini etdiyini həmin çayda heç vaxt unutmayacaq. Bunu belə deyək, keçmişdə baş verən hadisələri heç vaxt yadımızdan çıxmamağını göstərmək üçün istifadə edirik. Or how can you forget meeting him at the party? Deyir, onunla partide görüşdüyünü necə unuda bilərsən? Yəni görüşmüsən və onu xatırlamalısan o şeyi və yaxud da ki, xatırlayırsanmı? Yəni bu mənada da sual verir. How can you forget meeting? Yəni burada meeting feil əslində. İncil istifadə edilmiş. Yəni görüşdüyünü, tanış olduğunu necə unutmusan? Bu mənada istifadə olunur. Yəni qısa şəkildə forget və yaxud da remember doing üstə gələn feil incili istifadə olunur keçmişdəki hadisələri recall edəndə, xatırlayanda və yaxud da heç vaxt unutmadığımızı vurğulamaq istəyəndə. Amma remember to do və yaxud da ki forget to do etməli olduğumuz şeylər haqqında danışanda istifadə edilir. Sualımız var mı bunlarla bağlı?